Azərbaycanla Özbəkistan münasibətlərində yeni və kifayət qədər diqqət çəkən bir mərhələ başlayır. Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkə arasında əbədi dostluq haqqında müqavilə imzalanıb. Sənədin adı belə özlüyündə maraqlı sual doğurur. Dövlətlər arasında dostluq həqiqətən əbədi ola bilərmi? Diplomatiyada əbədi dostluq ifadəsi nə deməkdir? Bu sadəcə siyasi və diplomatik jestdir, yoxsa dövlətlərarası münasibətlərin gələcəyini müəyyən edən xüsusi hüquqi siyasi çərçivədir? Və daha bir sual. Azərbaycan və Özbəkistan niyə məhz indi münasibətlərini belə yüksək səviyyəli sənədlə rəsmiləşdirməyə qərar verdilər? Bu sualların cavabı təkcə Bakı ilə Daşkənd arasındakı münasibətlərdə deyil. Məsələnin daha geniş Türk dünyası, Mərkəzi Asiya, Cənubi Qafqaz, Orta Dəhliz və bütövlükdə Avrasiyada gedən geosiyasi proseslərlə bağlı tərəfləri var. Beynəlxalq münasibətlərdə dövlətlər arasında müxtəlif səviyyəli sənədlər imzalanır. Əməkdaşlıq haqqında sazişlər, dostluq müqavilələri, strateji tərəfdaşlıq haqqında bəyannamələr, müttəfiqlik münasibətlərinə dair sənədlər və s. Əbədi dostluq anlayışı isə dövlətlərin münasibətlərinin yalnız bugünkü siyasi maraqlarla məhdudlaşmadığını nümayiş etdirməyə xidmət edən xüsusi siyasi məna daşıyır. Burada əsas fikir ondan ibarətdir ki, münasibətlər ayrı-ayrı hakimiyyətlərin, hökumətlərin və ya konkret siyasi şəraitin fövqündə dayanır. Yəni, Bakı və Daşkənd faktiki olaraq bəyan edirlər ki, Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin əsasında yalnız cari siyasi maraqlar deyil, xalqların tarixi, mədəni və mənəvi yaxınlığı dayanır. Başqa sözlə, söhbət təkcə iki hökumətin əməkdaşlığından deyil, iki xalq arasında uzunmüddətli strateji münasibətlərdən gedir. Məhz buna görə əbədi dostluq ifadəsinin siyasi çəkisi adi diplomatik terminologiyadan daha böyükdür. Bu, gələcək nəsillərə ünvanlanan siyasi mesaj kimi də qiymətləndirilə bilər. Azərbaycan və Özbəkistanı nə birləşdirir? Azərbaycanla Özbəkistan arasında münasibətlərin belə yüksək səviyyəyə çatması təsadüfi deyil. İki xalqı ortaq türk mənşəyi, dil yaxınlığı, mədəniyyət, tarix və ənənələr birləşdirir. Amma müasir beynəlxalq münasibətlərdə tarixi yaxınlıq tək başına kifayət etmir. Əsas məsələ bu yaxınlığı real siyasi və iqtisadi əməkdaşlığa çevirməkdir. Son illərdə Azərbaycanla Özbəkistan məhz bunu bacarıb. Prezident İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirzoyev arasında formalaşan yüksək səviyyəli siyasi dialoq dövlətlərarası münasibətlərin bütün sahələrinə ciddi impuls verib. Prezident İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirzoyev arasında formalaşan yüksək səviyyəli siyasi dialoq dövlətlərarası münasibətlərin bütün sahələrinə ciddi impuls verib. Qarşılıqlı səfərlərin intensivliyi artıb, hökumətlərarası əməkdaşlıq genişlənib, ticarət və investisiya əlaqələri yeni mərhələyə daxil olub. Bu münasibətlər artıq yalnız diplomatik protokolla məhdudlaşmır. Azərbaycan və Özbəkistan bir-birinin iqtisadiyyatına sərmayə qoyur, birgə layihələr həyata keçirir, nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirir. Bütün bunların fonunda əbədi dostluq haqqında müqavilə faktiki olaraq illər ərzində formalaşmış münasibətlərin hüquqi siyasi təsdiqinə çevrilir. Azərbaycan-Özbəkistan münasibətlərinin xüsusi mənəvi tərəflərindən biri Qarabağla bağlıdır. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstək göstərən ölkələrdən olub. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra isə bu münasibətlər simvolik layihələrlə daha da möhkəmləndi. Özbəkistanın işğaldan azad edilmiş Füzulidə məktəb tikməsi xüsusilə mühüm hadisə idi. Mirzə Uluqbəy adına məktəb sadəcə təhsil müəssisəsi deyil. Bu məktəb Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlığın Qarabağ torpağında yaradılmış simvollarından biridir. Bu addımın xüsusi mənası var. Çünki Özbəkistan Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq prosesinə praktiki töhfə verdi. Beləliklə siyasi həmrəylik konkret layihəyə çevrildi. Əbədi dostluq müqaviləsi də məhz belə bir münasibətlər fonunda meydana çıxır.
Sənədin əhəmiyyətli istiqamətlərindən biri də iqtisadi münasibətlərdir. Azərbaycan və Özbəkistan iqtisadiyyatları bir-birini tamamlamaq potensialına malikdir. Azərbaycan Cənubi Qafqazın əsas nəqliyyat və enerji mərkəzlərindən biridir. Özbəkistan isə Mərkəzi Asiyanın ən böyük əhali potensialına malik ölkələrindən biri olmaqla yanaşı, sürətlə inkişaf edən iqtisadiyyatdır. Bu iki iqtisadi məkan arasında əlaqələrin genişlənməsi həm Bakı, həm də Daşkənd üçün yeni imkanlar yaradır. Birgə investisiya mexanizmlərinin yaradılması da təsadüfi deyil. Azərbaycan və Özbəkistan şirkətlərinin müxtəlif sahələrdə ortaq layihələrə marağı artır. Sənaye, kənd təsərrüfatı, energetika, tekstil, tikinti, turizm və logistika bu əməkdaşlığın perspektivli istiqamətləri sırasındadır. Əbədi dostluq kimi uzunmüddətli siyasi çərçivənin yaradılması biznes üçün də mühüm mesajdır. Çünki investor üçün ən vacib amillərdən biri sabitlik və proqnozlaşdırıla bilən münasibətlərdir. Bakı ilə Daşkənd isə siyasi münasibətlərinin uzunmüddətli xarakter daşıdığını nümayiş etdirirlər. Azərbaycan-Özbəkistan münasibətlərinin ən mühüm geosiyasi istiqamətlərindən biri Orta Dəhlizdir. Çindən və Mərkəzi Asiyadan başlayan yüklərin Xəzər dənizi üzərindən Azərbaycana, buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırılması son illərdə xüsusi əhəmiyyət qazanıb. Bu marşrutda həm Azərbaycan, həm də Özbəkistan mühüm mövqeyə malikdir. Özbəkistanın dünya okeanına birbaşa çıxışı yoxdur. Buna görə də ölkənin xarici bazarlara çıxışı üçün alternativ və etibarlı nəqliyyat dəhlizləri strateji əhəmiyyət daşıyır. Azərbaycan isə Xəzərlə Qaradəniz və Aralıq dənizi hövzələri arasında mühüm logistika körpüsünə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanın digər nəqliyyat infrastrukturu Mərkəzi Asiyanın Avropaya çıxış imkanlarını genişləndirir. Bu baxımdan Azərbaycan-Özbəkistan yaxınlaşması sadəcə iki ölkə arasındakı münasibət deyil. Bu, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi və nəqliyyat arxitekturasının formalaşmasının tərkib hissəsidir. Uzun illər Cənubi Qafqaz və Mərkəzi Asiya beynəlxalq siyasətdə bir-birindən müəyyən qədər ayrı regionlar kimi qiymətləndirilirdi. Lakin bu yanaşma dəyişir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin sürətlə inkişaf etməsi Xəzərin iki sahilini siyasi və iqtisadi baxımdan bir-birinə daha sıx bağlayır. Qazaxıstan, Özbəkistan, Qırğızistan, Türkmənistanla genişlənən münasibətlər Azərbaycanın Avrasiyadakı mövqeyini gücləndirir. Azərbaycan artıq yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında əlaqələndirici ölkələrdən biri kimi çıxış edir. Özbəkistan isə bu yeni əməkdaşlıq modelinin əsas iştirakçılarından biridir. Dövlətlərarası münasibətlər tarixində əbədi dostluq anlayışı tamamilə yeni deyil. Müxtəlif dövrlərdə dövlətlər arasında uzunmüddətli və ya əbədi dostluğa istinad edən sənədlər olub. Mərkəzi Asiya məkanında isə bu anlayışın mühüm nümunələrindən biri 1997-ci ildə Qazaxıstan, Qırğızistan və Özbəkistan arasında imzalanmış əbədi dostluq haqqında müqavilədir. Sonrakı illərdə regional əməkdaşlıq formatları daha da genişləndi. 2025-ci ildə Çin və 5 Mərkəzi Asiya dövləti Qazaxıstan, Qırğızistan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında münasibətlərin uzunmüddətli xarakterini vurğulayan çoxtərəfli sənədin qəbul edilməsi də bu baxımdan diqqət çəkdi. Azərbaycanla Özbəkistan arasında imzalanan sənədin özəlliyi isə onun iki tərəfli münasibətlərin yüksək siyasi səviyyəsini ifadə etməsidir. Burada vacib bir məqamı da qeyd etmək lazımdır. Əbədi dostluq heç bir üçüncü dövlətə qarşı yönəlmiş ittifaq demək deyil. Əksinə, sənədin mahiyyəti iki dövlət arasında qarşılıqlı etimadın, hörmətin və əməkdaşlığın uzunmüddətli əsasda möhkəmləndirilməsidir. Türk dünyası üçün nə dəyişir? Məsələnin ən mühüm tərəflərindən biri Türk dünyasıdır. Son illərdə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesi nəzərə çarpacaq dərəcədə sürətlənir. Əvvəllər daha çox ortaq dil, tarix, mədəniyyət üzərində qurulan münasibətlər indi konkret iqtisadi və geosiyasi layihələrlə tamamlanır. Nəqliyyat dəhlizləri yaradılır, investisiya fondları formalaşdırılır, enerji əməkdaşlığı genişlənir, ticarət əlaqələrinin artırılması üçün yeni mexanizmlər qurulur. Dövlətlər arasında siyasi koordinasiya güclənir. Bu mənada Azərbaycan və Özbəkistan arasında əbədi dostluq haqqında müqavilənin imzalanması Türk dünyasının inteqrasiyasına əlavə siyasi məzmun verir. Azərbaycan Türk dünyasının qərb istiqamətində əsas geostrateji qapılardan biridir.
Özbəkistan isə Mərkəzi Asiyanın demoqrafik, iqtisadi və siyasi baxımdan aparıcı dövlətlərindən biridir. Bu iki ölkənin yaxınlaşması bütövlükdə Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi deməkdir. Niyə məhz indi? Əsas suallardan biri də budur. Niyə belə bir sənəd məhz indi imzalanır? Çünki Avrasiyada geosiyasi və geoiqtisadi xəritə dəyişir. Yeni nəqliyyat yolları uğrunda rəqabət güclənir. Mərkəzi Asiyanın beynəlxalq əhəmiyyəti artır. Çinlə Avropa arasındakı ticarət marşrutlarının şaxələndirilməsi strateji məsələyə çevrilir. Cənubi Qafqazda isə Azərbaycanın yaratdığı yeni reallıqlar regional kommunikasiya imkanlarını genişləndirir. Belə bir şəraitdə Azərbaycan və Özbəkistan münasibətlərinin institusional şəkildə daha yüksək mərhələyə qaldırılması hər iki dövlətin uzunmüddətli maraqlarına uyğundur. Bakı Mərkəzi Asiya ilə əlaqələrini genişləndirir. Daşkənd isə qərb istiqamətində yeni iqtisadi və nəqliyyat imkanları əldə edir. Beləliklə, tarixi və mədəni yaxınlıq geosiyasi və iqtisadi maraqlarla tamamlanır. Məhz bu məqam əbədi dostluq anlayışını sadəcə romantik diplomatik ifadədən real strateji məzmuna çevirir. Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü səviyyəsini dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimaddan kənarda qiymətləndirmək mümkün deyil. Prezident İlham Əliyevlə Prezident Şavkat Mirzoyev arasında intensiv siyasi dialoq iki ölkənin münasibətlərinin əsas hərəkət verici qüvvələrindən biridir. Liderlər səviyyəsində əldə edilən razılaşmalar qısa müddətdə konkret layihələrə çevrilir. Bu, müasir diplomatiyada olduqca mühüm amildir. Çünki dövlətlər arasında yaxın münasibətlər yalnız bəyanatlarla deyil, nəticələrlə ölçülür. Azərbaycan və Özbəkistan nümunəsində isə siyasi dialoqun iqtisadiyyata, investisiyalara, nəqliyyata, mədəniyyətə və humanitar əməkdaşlığa transformasiyasını görürük. Yeni müqavilədə bu siyasi iradənin uzunmüddətli hüquqi siyasi ifadəsidir. Bütün bunların fonunda daha böyük mənzərə ortaya çıxır. Xəzər artıq ayıran deyil, birləşdirən coğrafiyaya çevrilir. Bir tərəfdə Özbəkistan və Mərkəzi Asiya dövlətləri, digər tərəfdən Azərbaycan, daha sonra Gürcüstan, Türkiyə və Avropa yerləşir. Bu xətt üzərində yeni iqtisadi məkan formalaşır. Azərbaycan burada həm coğrafi, həm siyasi, həm də logistika baxımından mühüm mövqeyə malikdir. Özbəkistanın bu istiqamətə artan marağı isə həmin xəttin potensialını daha da yüksəldir. Bu səbəbdən Azərbaycan-Özbəkistan münasibətlərinə yalnız iki qardaş ölkənin yaxınlaşması kimi baxmaq kifayət deyil. Bu münasibətlər daha böyük regional transformasiyanın bir hissəsidir. Əbədi dostluq haqqında müqavilənin əsas mesajını bir cümlə ilə ifadə etmək mümkündür. Azərbaycan və Özbəkistan münasibətlərini müvəqqəti siyasi maraqlardan uzunmüddətli strateji tərəfdaşlıq müstəvisinə daşımaq niyyətini ən yüksək səviyyədə təsdiqləyir. Bu sənəd iki xalqın tarixi yaxınlığını siyasi iradə ilə, siyasi iradəni iqtisadi maraqlarla, iqtisadi maraqları isə yeni Avrasiya nəqliyyat və əməkdaşlıq sistemi ilə birləşdirir. Bakı ilə Daşkənd arasında məsafə xəritədə böyük görünə bilər. Amma siyasi, iqtisadi və mənəvi baxımdan bu məsafə son illərdə heç vaxt olmadığı qədər azalıb. İndi isə bu yaxınlığın adı diplomatik sənəddə də təsbit edilir. Əbədi dostluq. Əgər bu siyasi iradə konkret iqtisadi layihələr, artan ticarət, qarşılıqlı investisiyalar və orta dəhlizin inkişafı ilə davam edərsə, Azərbaycan-Özbəkistan modeli gələcəkdə Türk dünyasının inteqrasiyasının ən uğurlu nümunələrindən birinə çevrilə bilər. Çünki 21-ci əsrdə dövlətlər arasında dostluğun həqiqi ölçüsü yalnız imzalanan sənədlər deyil. Əsas ölçü həmin sənədlərin yaratdığı siyasi etimad, iqtisadi imkanlar və gələcək nəsillərə ötürüləcək ortaq maraqlardır. Azərbaycan və Özbəkistan isə yeni müqavilə ilə məhz belə bir gələcək qurmaq niyyətini ortaya qoyurlar. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.